13-cü ay 2012-ci il Omsk şəhərində Rəfiyevlər ailəsində bir sevinçlə büyün üzləşmişik. Rəfiyev Budağın oğlunun bu günləri doğum günüdür. İbrahimin doğum günüdür. Gəlmişik bütün bura əyləşən qardaşlar, bacılar, xoş gəliblər. Bu qədəmləri həmişə belə gözəl günlər açılsın. Mən birinci növbədə gələmədən istifadə edib bütün bura gələn qonaqlara, ana bacılara xoş gəlmişsin deyirəm. Və hamıya məlumdur ki, mart ayında bizim çox bayramlarımız olubdur. Birinci növbədə martın ilk girişində 8 mart Qadınlar Bayramı olubdur. Təbrik edirəm. Ondan sonra bizim Novruz bayramımız bir yaxınlarda hələ davam edir. Mübarək olsun deyirəm. Hər bir Azərbaycanlıya ruzi bərəkət gəlsin, sağlam həyat gəlsin. Bu günləri sevinçli gündür. Ona görə sevinçli gündür ki, bizim dostumuzun, qardaşımızın balasının doğum günüdür, İbrahimin. Mən hamıya Budaq adından və Budağın anası, valideynin adından bütün qonaqlara xoş gəlin deyirəm. Ən çox sevinənlərdən biri də Budağın nənəsidir, valideyn nənə. Mən bu video Faiq müəllim çəkir. Bu çəkilişdə bütün Azərbaycana salamlarını göndərirəm. Bütün o körpə balanın valideynlərindən bir yerdə, qohum-əqrəblərindən bir yerdə. Mən arzu edirəm, bizim Lider kanalında olduğu kimi gəlin belə deyək, bu günləri Azərbaycanın qədim şəhəri Şirvanlı kəndində deyək, Ayeviyyə söyləmişlər. Bu günləri Rəfiyev ailələrinə, bu günləri Ayeviyyəsi deyək, yanaq gündə gəlmişik. O da təbrik edirəm. Mən arzu edirəm, bütün bura gələn qonaqlar, bütün bu alqışlar, bu aşkların alqışlarıdır, bu xalqın alqışlarıdır. O balanı sizə çox görməsin. Mən arzu edərdim ki, övladı olmayanlara Allah Taala övlad qismət eləsin, nəvə qismət eləsin. Bu ən pis günümüz belə xeyir işlərdə görüşmək olsun. Bu bütün gələn adamların hamısı qədəmləri belə toya bayramı açılsın. Bizim gözəl məclisimizin aşıqları, Qaramarlı instrumental ansarı Namik müəllimə xoş gəldin demək istəyərdim. Sindizatorda Zahir müəllimə xoş gəldin demək istəyərdim. Və bizim Fuad qardaşımıza gözəl sənətindən saz, gitara ustası xoş gəldin demək istəyərdim. Bizim müğənnimiz Xəqani müəllimə xoş gəldin demək istəyərdim. Bizi həmişə gözəl reklam edən Faiq müəllimin Allah Taala canını sağ eləsin, heç vaxtı bu aparatı o kişinin qolundan əksik eləməsin. Bir daha xoş gəlmişsiniz. Mən icazə versəydiniz, ilk əvvəl bizim can ciyərimiz Seyid Sadıq ağa əyləşib burada. Mən istəyərdim ki, yəni, hamıdan böyük bir o insan gəlib bugünkü xeyir, dua verədi bu günlər, gözəl günlər Budağın sevincinə şərik olub. Eyb yoxdur, yəni bir yer deyəm, köməkli dəyişik. Buyur, söz sizindir. Ondan sonra mən dəvət edəcəm yaxın qohumları bir daha. Buyur. Qonaqlar xoş gəliblər, Allah mübarək eləsin. Böyük toyuna yarışır. Sözünüz aydın olsun. Çox sağ ol, Allah Taala xoş günlərdən, xeyir işlərdən əksik eləməsin. Mən istəyərdim ki, ikinci sözü Budaqdan da böyük, yəni Səlim var burada, böyük qardaşı. Səlimi görmək istəyərdim, onun da bugünkü ilk əvvəl təbriki var, sözü var. Səlim! Mən istəyərdim, bu körpə balanı sənin də bugünkü xoş günlər, sevincinə şərik olub. Bir təbrikini dəyərdiyim, ondan sonra məclisimiz daha davam edəcək. Buyur, söz sənin, təbrik. Çox sağ ol. Hamı xoş gəlib, Allahdan arzu edirəm ki, hamının övladına xeyir qismət olsun, həmişə xeyir şey yaşasın. Qardaşım Budağı və onun övladı İbrahim'i təbrik edirəm. Çox sağ olun. Çox sağ ol Səlim əmisi. Mən istəyərdim ki, bizim İbrahimin atası Budaq şeylər gəlsən də bugünkü xeyir duanı verir, bugünkü gözəl gündə qonaqlara xoş gəlin. Yenə yavaş-yavaş başlayacaq. Buyur. Buraya hamısına xoş gəldin deyirəm. Allah hamısının qapısında xeyir iş eləsin. Bugün İbrahimin yubileyli 10 yaşıdır. Mən arzu edirəm ki, buraya yaşanan hamısının balasını Allah belə gün qismət eləsin. Xoş gəlmişsiniz, yeyin için şənlənin. Çox sağ ol, mən istəyərdim ki, gələmədən istifadə edib. Bu da İbrahimin kirvəsi Qəzənfər kimi burada əyləşibdir. Onda bugünkü sözü var, təbrikçi var. Xoş gəldiniz. Sağ ol, mən də hamıya xoş gəldin deyirəm, hamının balasına toy, nişan qismət eləsin, bunda az günü böyük mübarək eləsin, təbrik edirik, bütün gələn qonaqlar xoş gəlin hamısı. Çox mübarək.
Çox sağ olun, bir daha təbrik edir. Alqışlarınızla bir yaxşı musiqi xahiş edirəm. Oturanlar bir alqışlar gəlsin, yoruldu. Bir yaxşı, əzizlərimizə bir yaxşı musiqi. İbrahim ad günün mübarekti mübarek. İbrahim ad günün mübarekti mübarek.
Bir gülüşle gözüşle esnete yine yaz yana geldi. Senin adını yaz seçtim canım benim. Yine yaz yana geldi. Bir gülüşle gözüşle esnete yine yaz yana geldi. Senin adını yaz seçtim canım benim. Növbəti sözümüzü, sağlamızı bugünkü gözəl İbrahim Gölündə Ərşəbin müəllimə əyləşibdir, Namaz əyləşibdir, Nəsimə əyləşibdir, Aydın əyləşibdir, Zakirə əyləşibdir. O gələn qədəmləri mübarək olsun deyirəm o qardaşlara. Mən imkandırsa, yəni onların da bugünkü gözəl günə təbriki var, sözü var. Gələrlər, sözlərini deyərlər, bir yerdə işlərdir, buyursunlar. Ərşəbin müəllim, sizin kollektivi dəvət eləmək istəyərdim, buyurun. Payaga скажите, отдай Payaga 7 milyon. Evet, destan duyuyorsun. Siz oynayamışsınız, oyun da oyunda iştirak eder. Böyle yaşayan kardeşlerimizi hamdımızdan sağlayalım. Allah Teala arzu ediyorum ki bütün çok sağ olun. Böyle bir zamandır beni yuvan şarkıda anladım. Böyle Novruz bayramından sonra güzel ayakını görmek söyleyeyim şimdi. Allah size uzun ömür, tam sağlığı, aile sağlığı. Allah başlat eylesin. Böyle oynamışlar kardeşim. Yürek dolusu versin, bu da babalarını sana. Sağ ol. Sen tahmin ediyorsun. Bir bak, istisi var. Bir de kuş baktı. Ben mesela koymuşlar, her şey var. Yalan